Səcədin ağanın ocağındayıq. Bura olacaq yeridir. Gözəl bir yerdir. Gülləri, çiçəkləri, hər bir şeyi. Gətirəm. Hani kim inşa edib, Allah köməyi olsun onun. Qara saqqallı Qasımın övladları tərəfindən ehsan edilir. Buraları düzəltdirib navesi. Gözəl bir yerdir. Ruh dincəldən qəşəng. Allah köməyi olsun bu xanımın da. Buranı bu səlqə səhmanından məşğul olur. Səlqə səhmanından bu xanım buranı saxlayır. Çox gözəl. Səcədin ağamızın ocağıdır. Orada da bax belə güllərinə tən var. Gönə gözəldir. Baxın. Allah ziyarətlərimizi qəbul eləsin. Hər bir şey var burada. Bu nədir görüm. Səcədin ağamın öz şəklidir. Allah qəbul eləsin. Səcədin ağamızın. Ən sınaqlı seyid olub. Biz gözümüzü açandan bax. Bu ziyarətxananı ziyarət edirik. İndi mən gedəcəm. Onun qəbri üstə Səcədin ağanın. Allah cəmi ziyarətləri qəbul eləsin. İçində də bizim ziyarətimizi. Bura qurbanlar kəsilən bir yerdir. Qurbangah deyirlər oradır. Samux rayonunun bura ərazisində yerləşir. Çox sınaqlı ocaqdır. Ata-babadan biz gəlib burada ziyarət eləmişik. Bütün nə müşkül işlərimiz olub. Onu Allah Taala sınaqlı Seydin cəddini eşidib. O cəddindən bizə kömək olub. Bilmirəm neçə kilometr ancaq çox uzaqda yerləşir Samux rayonunun. Həm də ərazisinə baxır. Kür tərəfdir. Ocaq da buradır. Səcədin ağanımızın qəbridir. Ziyarət yeridir. Peyğəmbər nəslindən olub deyirlər. İmamzadələrimizdən. Səcədin ağa. Ziyarətlərimizi qəbul eləsin. Çox qədim tarix olan ocağımızdır Səcədin ağa.